Salam, hər vaxtınız xeyir olsun, dəyərli ibtidai sinif müəllimləri və ibtidai sinif müəllimi olmaq arzusunda olan şəxslər. Bu gün də sizlərlə MİQ 2026-cı ilin qəbuluna düşmüş belə bir sual izahını paylaşmaq istəyirəm. İlk öncə məsələyə nəzər yetirək. Tutumu 9000 litr tutan çənə bir boru dəqiqədə 30 litr su doldurur. Digər boru isə 15 litr boşaldır və diqqət eləyin, bizdən tələb edilir ki, çən neçə saata dolar? Lakin ilk cümlədə dəqiqədən söhbət gedir. Əvvəlcə belə düşünək, deməli, iki boru var. Borunun biri dəqiqədə 30 litr suyu çənə tökür, digər boru isə 15 litr suyu boşaldır. Belə çıxır ki, o çənə doldurulan 30 litrin 15 litri hər dəfəsində boşaldılır. Yəni ki, çənə bir dəqiqədə cəmi 15 litr su gedir. Dəqiqədə 15 litr su gedirsə, bir çən neçə saata dolar və biz bilirik ki, bizim 1 saatımız nə qədərdir? 60 dəqiqədir. 1 saatımız 60 dəqiqədirsə, onda 60 dəqiqə ərzində neçə litr su gedər hər dəqiqəyə əgər 15 litr sudursa? 15 litrimizi 60-a vurduqda bizə verəcək nə qədər? 900 litr. Tutum nə qədərdir bəs? 9000 litrdir. Biz neçə saata dolacağını tapmaq üçün 9000-i böləcəyik 900-ə və cavabımız olacaq nə qədər? Cəmi 10 saat. Düzgün cavabımız olacaq bu sualda A variantımız. Bizim artıq MİQ və sertifikasiya qruplarımıza qeydiyyatlar başlayıb davam etməkdədir. Azərbaycan dili və riyaziyyatdan dərslərimiz mövcuddur. Qeydiyyata düşmək üçün 051 313 03 47 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu videonun üzərində bir poster yerləşir və həmin posterdə Azərbaycan dili müəlliminin nömrəsindən əlaqə saxlaya bilərsiniz. Kanala üzv olmağınızı və videoların şərh bölməsində fikirlərinizi bölüşməniz bizim üçün xoş olar. Sağ olun, sağlıqla qalın.